yaza bilərsiniz, oxuyacağam. Mümkün qədər cavab verəcəm. Yəni IT kursları, en qədər IT kursları var. Dərslər yəni gedişatdan asılıdır. Olar, bəli. Hər gün məşğul olsanız olar. Zoom-dan necə? Zoom ödənişlidir. Sabitləyəcəklər. 19 manat aylıq ödəniş var. Deməli, ödənişsiz WhatsApp qrupu onu düşünürük hələ ki. Deməli, bir dənə sualları bir dəqiqə saxlayaq. Mən məlumat verim sonra. Yəni gələcəkdə olacaq 1-2 ay sonra. Bir ümumi məlumat verim, sonra suallara baxacağam, yaxşı. Deməli, IT kursları en qədər IT kursu var və mənim hər kəsdən xəbərim var. Hansı kursdan hansı tələbələr gəlir yanıma. Baxıram ki, bu insan ofis proqramlarını bitirib tanınmış kursu və yaxud da digər kursu bitirib nəticə biabırçılıq, özü də baha qiymətə. Kurs adı çəkməyəcəm. O yaxşıdır, bu yaxşıdır. Mən sadəcə öz kursumu təqdim edə bilərəm. Kimlər var, nə tədris edirik. Biz Protek Akademini yeni qurmuşuq, amma tanınmış müəllimlərlə qurmuşuq və effektiv olan, nəticə göstərən müəllimlərlə qurmuşuq. Burada məqsəd nədir? O baha kurslardan daha aşağı qiymətə, insanlara büdcəsinə uyğun şəkildə olsun və nəticə olsun. Əsas məqsəd burada budur. Effektiv və hər ay imtahan olacaq. Yəni tamam fərqli bir kurs olacaq ümumiyyətlə. Yazılanlar görəcək, o ayrı söhbətdir. Və bizim ilk addımımız Python-ı, təbii ki, bu SEO olaraq, qurucu olaraq mən Google Meet edirəm. Bu arada rekord gedir, siz görəcəksiniz. Bir saniyə. 2 qonaq. Niyə görə 2 qonaqdır? Yəqin bu da ödəniş ödəyib ola bilər. Ola bilər. Bizim məqsədimiz nədir? Biz belə bir addım atırıq. Çox insan düşünür ki, ödənişsiz kurs nə olacaq? Mən bilirəm, yəni bu gəlməlidir, hamının ağlına gəlməlidir. Onu siz, yəni bu sualları başa düşürəm, amma siz 5 gün, 10 gün qoşulun dərsiniz, sonra bu sualın cavabını özünüz cavablayarsınız. Mən belə deyə bilərəm sizə. Biz ümumi tanışdıq. Zəhmət olmasa yazın, yazmasa mən sizə moderator eləyə bilmərəm. Biz ümumi tanış olmalıyıq. Biz kimiyik? Python-ı bizə güvənməsəz nəticə olmaz. Bu məsələlər var. Proqramlaşdırma sahəsi, biz Python nəyə görə Python-dan başlayırıq? Çünki Python ən asan dildir. Ən asan və ən sadə, başa düşülən, yəni IT sahəsindən heç bir anlayışı olmayan insan belə Python-ı yaxşı səviyyədə öyrənə bilər. Aydındır. Baxaq görək şərh parametrləri. Moderator. Live Studio-nu açanda verərəm. Buradan vermək olmur. Baxım, yenə yoxlayıram. Buradan vermək olmur. İndi məsələ nədir? Biz Protek Akademinin haqqında məlumat verib, sonra keçsəm artıq Python və o digər proqramlaşdırma sahələrinə. Bəli, başlanğıc mövzudur. Zəhmət olmasa ekranı bəyənək və yayın paylaşaq. Və Google Meet-dəki yoldaşlar, səsim normal gəlir sizə inşallah. Elə ümidvaram. Bir sualınız olsa, səsi açıb sual verə bilərsiniz. Hadi, yaxşıdır. Təşəkkürlər. Yəni TikTokdan baxmaya ehtiyac yoxdur. Mən onsuz da paylaşmışam. Yəni komentdən baxa bilərsiniz Google Meet-dən. Deməli, Protek Akademinin məqsədi birinci, IT sahəsində heç bir təcrübəsi olmayan şəxsləri sıfırdan IT məktəbi formasında hazırlamaqdır. Yəni sıfırdan gəlirsiniz, məktəb kimi təlim alırsınız və işə hazır səviyyəyə gəlirsiniz. Praktik yönümlü dərslər, çox qısa izah verəcəm bizim kurs haqqında, onsuz da səhifədə görəcəksiniz hər bir şeyi. Paylaşımlar olacaq, çox təcrübəli müəllim heyəti var. Bizim dərslər yalnız nəzəri deyil. Çox kursa gedirsiniz, məsələn, ancaq danışırlar. Yəni praktika yoxdur, real tapşırıq yoxdur. Bizdə real layihələr. Bax, bizim əsas üstünlüyümüz yoldaşlar. Elə olsun Python. İndi Python keçəndə də görəcəksiniz ki, yəni bax, bu işdə məsəl üçün mən istifadə edirəm və yaxud da başqası istifadə edir. Google Meet linki ancaq ödənişli olur. Yəni biz hamıya məlumat vermişik, həm TikTokda, həm WhatsAppda. Bəli. Deməli, material onsuz da WhatsApp qrupu var. WhatsApp qrupunda olmazsanız, Google Meet-dən qoşulsanız belə, yəni problem yoxdur. Deməli, məsələ nədir yoldaşlar? Real layihə nədir? Mən bunu deyim sizə. Eybi yox, çıxmaya bilərsiniz, problem yoxdur. WhatsApp qrupunda deyirsiniz onsuz da, bilmirəm necə atılır sizə. Yoldaşlar, xahiş edirəm, sualları
Telefonun səsi ala bilərsiniz. Telefonun səsi alıram. Tamam, təşəkkür. Bir saniyə. Vəsə. Deməli yoldaşlar, mən məlumat verim, sonra sualları ümumi verin. Başa düşdüm. Halaldır sizə. Çox sürətlisiniz, maşallah. Deməli, bizdə tələbələr real layihə hazırlayır. Yəni bu, məsələn, bu layihəni sata bilər, əgər yaxşıdırsa, hansısa bir iş yerinə təqdim edə bilər. Fərqi yoxdur, Python üzrə, digər proqramlaşdırma və ya kiber təhlükəsizlik fərqi yoxdur. Artıq o işə hazır səviyyəyə çatır və iş müsahibələrinə hazırlaşdırılır. Yəni bu şəkildə ideal təlim alır. Yəni başqa kurslardan bizim məqsədimiz ən yaxşı təlim verməkdir. İndi biz onsuz da bizim müəllimlərimiz tanınır və bunun üçün də hər addım atılacaq. Praktiki tapşırıqlar, iş mühitinə uyğun bacarıqlar. Bu məsələsi. Sonra gələcəyin peşələrinə hazırlıq. Hansılardır? Proqramlaşdırma, data analitika, data elmləri, kiber təhlükəsizlik, qrafik dizayn kimi gələcəyin sahələri. İş bazarına bunlar yəni gələcəkdə artan gəlir deyə. Yəni bunu vurğulamaq istəyirəm ki, artan gəlirdir. Çünki məsəl üçün indi tutaq ki, kiber təhlükəsizlik 3000, 5000 var. Yəni gələcəkdə bu rəqəmlər daha da çox ola bilər. Çünki təhlükələr də çoxalır, süni intellekt inkişaf eləyir. Kimsə deyir ki, süni intellekt bütün işlərimizi əlimizdən alacaq. Xeyr, kim zəif bilir, onların əlinə alacaq. Yaxşı biləni daha çox qazandıracaq. Bunu da vurğulamaq istəyirəm. Bizdə məqsəd nədir? İş tapa biləcək səviyyəsi çatdırmaq. Təbii ki, indi biz Python dərslərimizdə sizdə elə olacaq. Portfolio formalaşdırmaq, yəni sizin əlinizdə bir işlər olsun ki, iş yerinə təqdim edəsiniz. Bəs bu dəqiqə, yəni IT sahələrində sertifikat falan beynəlxalq deyilsə, o sertifikata baxan yoxdur. Onu deyim biləsiniz. Hansısa kurs, falan kursun sertifikatı gəl səni işə götürüb. Belə bir söhbət yoxdur. Onu yaddan çıxarın. Çünki mən görməmişəm. Nə mən müraciət edəndə, nə tələbə müraciət edəndə. Bizə deyirlər ki, portfolionu göstər. Nə iş görübsən? Nə əl işin var? Aydındır. Bəli, Pythona başlayırıq. Biz giriş edirik hal-hazırda. Real müsahibəyə hazır eləmə. Yəni müsahibədə səndən soruşacaqlar. Biz müsahibələr təşkil edəcəyik. Müsahibələrə qoşulub orada belə deyim də həm həyəcanınızı yenəcəksiniz, həm hazır vəziyyətə gələcəksiniz. IT-ni hər kəs üçün əlçatan eləmək Protekin məqsədlərindən biri. Bir çox insan düşünür ki, IT çətindir. Bəli. Məsələn, mən eşitmişəm ki, 2-3 nəfər söhbət edir. Yox, IT sənin üçün deyil, mən üçün deyil falan. Elə bir şey yoxdur. Sadə izah, addım-addım izah və dəstək və mentorluq. Mentor olur, müəllim olur. Müəllim isə dərs vaxtı, dərs sahədə tapşırıq edir, mentor sizə kömək edir. Neçə ay olacaq, o gedikatdan asılıdır. Bəli, Pythondan kifayət qədər iş var. Gəlirəm buna, tələsməyin. Deməli, mentor sizə 7-24 kömək edəcək. Salam Axşabınız xeyir. Səsimi eşidirsiniz? Bəli, eşidirəm. Üzürlüsən qardaş, böldüm sizi də. Buyurun. Bu Zoom-dan qoşulmaq istəyirdim. Sizdə Zoom-dur yoxsa ancaq budur? Mən Zoom-u nəyə görə eləmədim? Bugün biz ilk dəfə bu səhifə ilə yayım açırıq deyə ekranı paylaşmaq olmadı. Ona görə Zoom-u da ləğv elədim bu günlük. Sabahdan inşallah Zoom. Problem yoxdur, elə bundan qoşularam mən. Heç nə, çox sağ olun. Təşəkkür. Buyurun. Bizdə deməli nə oldu? Mentor və kontenjanlı telefonu yükləyib rahatlıqla kod yaza bilərlər, amma Python nə qədər effektiv olacaq, kompüterdə kim olacaq, olmayacaq müəmmalı məsələdir. Mən kompüter məsləhət görürəm. Sinif yaş söhbəti yoxdur burada. Yəni 13 yaşdan yuxarı hər kəs başa düşə bilər. Protek Akademi yalnız kurs deyil, icma, yəni şəbəkələşmə, təcrübə paylaşımı. Bunlar nədir? Biz məsəl üçün tutaq ki, hansısa müəllimin real layihəsi var, ona veriblər. O müəllimimiz işləyir də şirkətdə. Ona tapşırıq verirlər ki, bu tapşırığı elə. Bu tapşırığı tələbələrə işlədir. Tələbə hansı tələbə nəticə ilə, yaxşı nəticə ilə bitiribsə, o tələbə nə edir? O tələbəni o təcrübə proqramına göndərir və yaxud da vakansiya olduqda onu məsləhət görür. Yəni bu şəkildə maksimum dərəcədə tələbələri işə düzəltməyə çalışmaq. Həm müəllimlər, həm şirkət rəhbəri bu şəkildə. Və əsas məsələ, bura hər kəs diqqət etsin, ödənişsiz konsultasiya və düzgün yönləndirmə. Bu neçə ildir mənim üzərində çalışdığım bir şeydir. Bu nədir? Məsələn, hər kəs özünü bilmir. Biz də bilmirik. Yəni kimsə gəlib qarşınızda otursa, desə ki, mən kiber təhlükəsizlik kursuna maraqlanıram, onu getmək istəyirəm, məsəl üçün atıram. Bu adam bəlkə də çox güclü qrafik dizayner ola bilər. Necə ki, real həyatda sahələr var. Tutaq ki, adam var çox güclü rəssamdır, adam var çox güclü həkimdir. Yəni o həkimə deyə bilməsən ki, sən gedib rəssam ol. Gedib rəssamlıq eləsə bacarmayacaq. Düzdür? Və kompüter sahəsində belə bir problem var. Heç kim özünün içindəki o
sərvəti görə bilmir. Hərənin biri istedadı var. Biri dizayn yönlüdür, biri alqoritm yönlüdür. Çox sağ olun hədiyyələr görə. Onu kəşf eləməyimiz üçün biz mütəxəssislər bir yerə yığışırıq. Bizim kursumuzun qapısı sizə açıq olur və onlayn da ola bilər. Bu əyan da ola bilər. Gəlirsiniz, oturursunuz, sizi kəşf edirik. Sənin nə bilirsən, nə bacarırsan, sən real həyatda necə bir insansan və sənə uyğun ixtisası tapmağa çalışırıq. Sən ola bilər kiber təhlükəsizliyin maaşına aldanıb deyirsən ki, mən kiber təhlükəsizlik olacağam, amma sən əslində bəlkə də proqramlaşma mütəxəssisi ola bilərsən. Python developer ola bilərsən. Bunu biz aydınlaşdırmaq, bunun biz mütəxəssislər, çünki biz bu yolu getmişik, bizim tələbələrimiz bu yolu gedib deyə biz onu aydınlaşdıra bilərik. Amma siz öz başınıza hardasa bir elanla, kimdənsə məsləhətlə o olmayacaq. Ancaq mütəxəssisə müraciət etməlisiniz ki, mən hansı sahəyə gedim. Biz burada həm sizin bacarığınızı və həm də sizin həvəsinizi dəyərləndiririk. Yəni sən əgər dizayn, real həyatda dizayna maraq olan birisənsə, sən gedib alqoritm qurmağa qaçmamalısan. Yəni biz sənə sevəcəyin və uğur qazanacağın ixtisası məsləhət görürük. İstəsən ona bu konsultasiya ödənişsizdir. Biz sizə yön veririk. Hər sahəni bilə bilən olar, amma hər sahədə mükəmməl ola bilməz. Bunu qoydum qırağa. Biz sizə ödənişsiz konsultasiya veririk. Deyirik ki, qardaş, sən yaxşı kiber mütəxəssis ola bilərsən. Yaxşı təhlükəsiz, səndən bu çıxar. Sən istəyirsən, bizə inanırsan, əgər bizə inanırsan, bizdə də kursa başlaya bilərsən, gedib özün YouTube-da da öyrənə bilərsən, istəyirsən başqa kursa gedib. Orası bizim maraqlı deyil. Sən nə vaxt bizə maraqlı var, sən gəlib bizə yazılarsan, biz səni öhdəliyimizə götürürük, məsuliyyət bizdədir. Hər ay səndən imtahan, axırda imtahan, yəni bu başqa. Amma bizim məqsədimiz insanları, yəni bu cür fayda verməkdir. Burada bax bizim heç bir sizə gəlib orada oturub bizlə danışanda bizim heç bir xeyrimiz yoxdur. Bu məsələni də keçdim, test keçməyə çalışıram ki, artıq Python haqqında danışaq. Bu mərhələdə nə olur? Ödənişsiz konsultasiya keçilir, tələbənin mövcud bilik səviyyəsi analiz olunur, hər hansı sahəyə uyğun olduğu müəyyən edilir və peşəkar mütəxəssislər tərəfindən istiqamət verilir. Yəni deyir ki, bu adam məsələn bu 100 dənə tələbəsi olub, 200 dənə tələbəsi olub da, bu görür ki, hə, bu məsələn mənim tələbim olsa bundan sökərik, yaradarıq nəsə. Bu görür də, o danışmalıdır onunla, yarım saat görməlidir ki, bilməlidir, o gözündə canlanmalıdır ki, bu bizim kursda uğur qazanar kiberdə və ya da dizaynda və ya yox. Bunu məsələn biz başqa kurslardan fərqlənmək üçün başqa kurslarda da var, demirəm heç kimdə yoxdur. Amma ən yaxşısı inşallah bizdə olacaq, bizim məqsədimiz odur. Niyə Protec Akademi? Niyə Protec Akademi? Sıfırdan başlayanlar üçün addım-addımca bu sonuncudur. Mövzudan sadə praktik öyrədilməsi, real iş tapşırıqları. Bax, müəllimlər işləyirlər, bankda işləyir, məsələn, backend developerdir. Bank tapşırıq verib ki, məsələn, 2 günə bunu eləməlisən. Müəllim gələcək, onu tələbələrinə işləyəcək. Ya da kiber təhlükəsizlik üzrə və ya. Bu çox önəmli bir şeydir. Aydın, siz artıq real işdə o işlənilən prosesi, kodları yazacaqsınız. Müəllimin verdiyi kodları yazacaqsınız. Ona görə bu çox önəmlidir. CV və CV-nin hazırlanması və müsahibə hazırlığı dəstəyi bunu dedik. Özünə inam formalaşması. Baxın, bu da çox maraqlı mövzudur. Məsələn, adam var ki, yəni proqramlaşmanın canavarıdır. Bildiyiniz kompüteri qoyur qabağına, hansısa bir 5 dəqiqə bir dənə sayt yığır. Məsəl üçün deyirəm. Amma gedir iş müsahibəsinə, sakit-sakit danışır, özünə inanmır, deyir ki, yox, bəlkə mən zəifəm. Faktiki canavardır. Düzdür? Machine learning, Python, təbii ki, Pythondan getməlisiniz machine learning-ə. Ora gələcəm. Yəni özünə inam formalaşdırmaq. Biz necə eləyirik bunu? Bizim üsullarımız var. Gətirirəm, qoyuram məsələn, deyirəm, bax sən özünə inanmırsan, düzdür? Falan iş yerində, falan işi görə bilməyən tələbələr nəticəni qoyuram qabağına, deyirəm ki, bax səndən qat-qat zəif bir adam orada işləyir, məsələn 1500 manat maaş alır. Sən niyə özünə inanmırsan? Yəni o da gedib prosta özgüvənli danışıb deyə onu götürüblər. Sən özgüvənli danışsan, sən 2000 alacaqsan, məsəl üçün. Yəni bu formada bizim öz üsullarımız var, özünə inam formalaşdırır. İşə hazır vəziyyətə çatdırma təbii ki, o real tapşırıqlarla, daimi mentor dəstəyi, mentor qrupda yoldaşlara kömək eləyir. Yəni bu şəkildə. İndi gəlirik çox qlobal bir problemə. Problem nədir? Kompüter almayıb bu insan, ilk dəfədir. Gəlir deyir ki, mən risk məsəl üçün tutaq ki, deyir ki, proqramlaşdırma öyrənmək istəyirəm. Yəni çox kurs deyir ki, hə, gəl. Yəni ayda 200 manat, 300 manat ver, başla. Çünki niyə? Onlara isti pul lazımdır. Sən 200 manat verirsən, kursa başlayırsan. Onlara o lazımdır. Biz amma
elə istəmirik. Biz zəif nəticə almaq istəmirik. Onun üçün də belə deyək. Bax, bu Office proqramları kursları en qədər var da, düzdür? Amma sizə deyim ki, bu Office proqramları əslində elə bir qapıdır ki, bu qapını açandan sonra kompüter sahələri, bütün IT sahələri, bütün kompüterlə bağlı bütün peşələr sənə qapısı açılır. Çünki bu belə deyim, proqram məntiqini sizə öyrədir. Qısa yolları öyrədir. Təbii ki, bunu da yaxşı formada öyrənməlisiniz. Yəni elə belə öyrənsəz yenə başqa proqram. Amma yenə də məsləhət odur ki, birinci Windows əməliyyat sistemi, Office proqramları öyrənib, sonra sən gedib ağır proqramları öyrənsən, hansıları öyrənsən, gələk ora. Bax, data elmləri, data analitika, data science, proqramlaşdırma sahələri, dizaynerlik, kiber təhlükəsizlik. Əgər, bax, mən sizə belə bir şey deyim, SMM hardasa lazım deyil, project meneceri hardasa lazım deyil. Amma yenə də bilməli üstünlükdür. Microsoft Office proqramları Word, Excel, PowerPoint, Excel çox önəmlidir. Bax, yoldaşlar, Excel-də olan funksiyalar başqa proqramlaşdırmada da var, başqa oradakı qısa yollar da var. Bu şəkildə, yəni Excel mən deyərdim bütün proqramların açarıdır. Yəni, necə ki, elmlərdə riyaziyyat deyirlər, bütün fənləri bilmək üçün riyaziyyatı bilməlisən. Burada da proqramlarda mən Excel deyirəm. Həm sadə başlayır, sonra mürəkkəbləşdirilir. Sistem, yəni o əlavə ixtisaslar gətirəcək. Bu dəqiqə bizim brend olan biz gətirmişik ixtisasları. İndi nəyə tələbat olsa onu gətirəcəyik. Yəni kifayət qədər əlimizdə mütəxəssislər var. Bu belə. Sonra baxın, bax mən sizə yol xəritəsini göstərirəm. Bax. Yol xəritəsi, kompüterin əsasları, əməliyyat sistemi, faillərin idarəsi, Office proqramları sonra bunlar gəlir. Baxın, biz sizi niyə aldadaq ki? Niyə deyək ki, sən get kompüter al, gəl. Heç əlini kompüterə vurmayıbsan, söndürməyə, yandırmağı bilmirsən. Gəl sənə data analitika keçək. Bizə bu sərf eləyər də bu gün. Amma biz bu günü fikirləşmirik. Biz fikirləşirik ki, 5 aydan sonra, 6 aydan sonra əlimizdə həqiqi yaxşı data analitika olsun. Biz onu işə göndərə bilək. Bu kursda sürünə gedəcək. Niyə? Çünki nə klaviatura qısa yola bilmir, nə Office proqramı heç nə bilmir. Yəni siz üçün də belə deyim də, o tuşlayan bir söz var, adı gerçəyidir ki, sizə də məsələn pis xəbər kimidir ki, yəni sənə deyirsən ki, məsələn, mən bu gün data analitikaya başlamaq istəyirəm. Yox, hələ sən 3 ay Office proqramları öyrən sonra. Amma biri var gec olsun, yaxşı olsun, bir də var tez olsun, effektiv olsun. Yəqin ki, o tez olmağı seçməlisiniz də, düzdür? Office proqramları kursunu mütləq şəkildə öyrənmək lazımdır, amma yaxşı mütəxəssisdən. 10 metrdən bir Office proqramları keçən kurslar var. Və onların mən çox 99% inanmıram. Hamısının nəticəsi mən test keçirib görmüşəm ki, yəni biabırçılıqdır. Yəni tək-tük var. Aydındır. Bu belə. Sonra baxın, biz dedik bayaq nədən danışdıq? Dedik ki, data analitik olmaq üçün hansı xüsusiyyətlər? Bax, hamısını bir-bir yazmışıq. Bunların əsnasında hətta data analitiklərimiz gəlir. Bax, görürsünüz, səbirli olmalı, diqqətli, məntiqi, düşüncəli. Bunlar sizdə olmaya bilər, okey. Amma biz sizdə görəcəyik ki, məsələn, hansına daha oxşuyursunuz. Və sizə bunu atırıq, deyirik ki, bax, data analitik olmaq üçün özündə bunları formalaşdır. Özündə bunları yarat. Bunları yaradandan sonra sən həqiqətən data analitika sahəsində çox uğurlu bir data analitik ola bilərsən, ya da data science ola bilərsən. Bunlar deyirik. Amma təbii ki, birinci nədən dedik? Baza bilikləri olmalı. Python öyrənmək üçün Python asandır deyə mən biraz çox da belə tələb eləyə bilmirəm Office proqramlarını bilməyi, amma dediyim kimi Office proqramlarını bilmək hər halda sizə çox kömək edəcək. Aydındır. Office proqramını bilmək sizə bu proqramlarda çox kömək edəcək. İndi gələk biz hansı məsələyə? Təbii ki, əsas hamının gözlədiyi, bunları məncə hamıya okeydir. Sualınız olsa yenə yaza bilərsiniz. Python haqqında başlayaq. Python yazılışı. Bax. Buyurun. Kompüterdən sorğu atmışam, onu zəhmət olmasa qəbul edə bilərsiniz. Telefondan qoşulmuşam lazımdır. Bəli, edirəm. Baxaq. Çox sağ olun. Buyurun, kompüterdən qoşulsa. Səsləri bağlayaq, zəhmət olmasa, ancaq sual verəndə açaq. Çünki echo falan verir. Gərək Python. Bax, bunu qəsdən mən bura belə şəkil olaraq, loqo olaraq yazmışam. Çünki niyə? Bunun yazılışını bilməmək, məsələn, o da pisdir. Çünki get kursa müraciət etsən, desən ya yazırlar Python, ya yazırlar Python.
Bax, bu formada yazılır. Py, onsuz da failin adı da bu formada olacaq. Sonda baxın. Bir dənə bunun son hissəsini sizə göstərim. Bax, bu hissəni görürsüz. Py. Yəni bunun qısaltması bu formadadır. Ona görə birinci elə ondan başlamaq lazımdır. Çünki yazanların çoxusu səhv yazmışdı. Python və loqosu budur. Görürsüz, sıfırdan, hər şey sıfırdan. Və Pythonda yazılan ilk kod hədiyyələrə görə çox sağ olun. Pythonda yazılan ilk kod print hello world. İndi birazdan bunu yazacağıq. Amma bir məlumatımız olsun, sonra da tələsməyin. Bu formada Python nədir? Kompüterə əmrlər vermək üçün istifadə olunan proqramlaşdırma dilidir. Biz kod yazırıq, kompüter isə həmin kodu oxuyub yerinə yetirir. Bu nədir? Baxın, biz tutaq ki, hansısa bir proqrama girmişik, oyuna girmişik. O oyunu kimsə tutaq ki, Pythondan və yaxud da hansısa bir proqramlaşdırma dili ilə kodlaşdırıb. Deyib ki, məsəl üçün güllə atsa, getsin ora dəysin, orada nə bilim nəsə partlasın, bomba atdı, partladı. Bunları onu kodla yazıblar. Aydındır və oradan vizuallaşdırıblar da. İndi o da 3D proqramlarla, Blender və s. Biz Pythondan kod yazırıqsa, və yaxud da hansısa proqramlaşdırma dilindən, artıq o həmin oyunu yaradan tərəfdəyik. Biz ssenarini biz qururuq. Biz deyirik ki, biz kodlarla yazırıq. Təbii ki, onu da öyrənmək lazımdır. Prosta başa düşmək lazımdır. Bu kodu mən niyə yazıram? Kodu yazırıq və kompüterə əmr. Elə bir kompüterlə danışırsınız. Biri var, məsələn, kimsə bu kodu yazıb. Mən gəlib bura düyməni vuranda burada hansısa menyu açılır. Düzdür? Bax, bura vururam. Hansısa menyular açılır. Bunu yazıb hazır qoyublar bura bunun kodlarını. Birləşdirmək üçün STAP'i birləşdirmək yoxsa başqa. API-də birləşdirmək olur, bəli. Daha məsləhətlidir. Kodu harda yazırıq, ora gələcəm. Tələsməyin. Hələ Python məntiqini başa düşək, ümumiyyətlə proqramlaşdırma dilinin məntiqini başa düşək. Nədir? Nə üçün istifadə olunur? Bir saniyə. Məsələ nədir? Əla. Deməli, biz kod yazırıq və o kodu kompüter bizim, belə deyim, kompüter bizim kimi başa düşmür hər şeyi. Yəni biz kompüterə gəlib məsələn harasa öz dilimizdə dostunuza yazdığınız kimi yazsaz ki, get bu işi görməyəcək. Kompüterə kodun dilində danışmaq lazımdır. Bəs mən bayaq vurğuladım ki, Python proqramlaşdırma dillərinin ən rahatıdır. Yəni Pythonun yazılışı sadədir. Biz kompüterlə danışırıq, amma rahat dildə danışırıq. Çətin dil deyil. Məsələn C++ kimi, digər proqramlaşdırma, PHP falan, onlar kimi çətin deyil. Yəni biz onu özümüzdə başa düşə bilirik və kompüter də onu rahat başa düşür. Yəni kompüterlə bizim danışmamız üçün ən rahat olan dil hansı dildir? Python dilidir. Biz indi birazdan baxacağıq orada nə yazırıq. Sadə desək nədir? Kompüterə nə etməli olduğunu deyir. Yəni biz o kodlarla kompüterə deyir ki, məsələn hesablam elə, mesaj göstər, məlumat saxla, saytı işlət, oyunu başlat kimi kodla yazırıq. Təbii ki, bizə həm bizim, həm kompüterin başa düşəcəyi kodla. Biz kompüter onsuz da başa düşür o kodları. Sadəcə biz öyrənirik ki, kompüterə bu kodu yazsaq falan iş olacaq. Təbii ki, belə. Bəli. Pythonun tarifi. Bax, Pythonu yaradan gözəl insan budur. Hal-hazırda 70 yaşı var. 1991-ci ildə yaradıb. Bu insan, belə deyim, çox güclü riyaziyyatçı olduğuna görə riyaziyyat yönümlü yaradıb. Hətta kompleks ədədlər falan da var. Digər proqramlaşdırma dilində yoxdur, amma bu Pythonda var. Biz onu görəcəyik dərslərimizdə. Amma təbii ki, biz ancaq ali riyaziyyat istifadə eləmirik ki. Məsələn, o suallar da çox gəlir ki, mən Pythona başlamaq üçün mənə çox ali riyaziyyat falan səviyyəsində lazımdır. Xeyr. O qədər lazım deyil. Yəni vurma, bölmə, toplama, çıxma bilirsənsə, başlanğıc edə bilərsən. Sonra yavaş-yavaş təkmilləşdirərsən. Problem yoxdur. Belə, məqsəd nə idi Python yaratmaqda? Çox çətin və qarışıq olmayan, insanların rahat oxuya biləcəyi bir dil yaratmaq. Yəni Python bir dildir, proqramlaşdırma dili. Bu gün Python dünyanın ən məşhur proqramlaşdırma dillərindən biridir və mən deyirəm ki, araşdıra bilərsiniz, ən sadə başa düşüləndir. Ən rahat insanın öyrənə biləcəyi, yaza biləcəyi dil proqramlaşdırma dili Python. Proqramlaşdırma nədir? Dedik, məsəl üçün tutaq ki, kalkulyator düzəldirik kodlarla. Deyirik ki, istifadəçidən 2 dənə rəqəm alsın. Onları plusa basanda, plusun arxa fonuna qoyuruq ki, plusu bassa o 2 dənə rəqəmi arxada topla, sonra nəticəni göstər. Biz onu kodlarla yazırıq. O şeyi görmür, kodları görmür. Və kalkulyatorda kim arxada işləyən kodları görür?
Ancaq yazdın 5, üstə gəl 3. Məsəl üçün. Yazdın avtomatik orada sənə nəticəni göstərir. O kodu yazır. Yəni proqramlaşdırma ilə yazılır. Bu belə. Python harda istifadə olunur? Veb saytların hazırlanması backend dili kimi. Amma Azərbaycanda hələ çox da belə brendi olmayıb. Bu dəqiqə Java. Banklarda falan Java məşhurdur. Amma yenə də dünyada çox məşhurdur. Onlayn işləyə bilərsiniz bunu öyrənib. Data analitikada məlumatların analiz olunması üçün data analitika kurslarını görürsünüz. Təbii ki, bizdə də var. Excel, SQL, Python, deməli Excel, SQL, Power BI, Python. Bunlar tələb olunur. Lakin Python yükləyə bilmədi. Python yüklənmə videosu inşallah sabah bizim onun üstündə işləyəcəyik. Python yükləmə, işlətmək. Bu gün hələ ki tanış olaq. Bu gün mən Python içərisində sizə kodları göstərəcəm. Amma yükləmə biraz çətin prosesdir. Sabah baxacağıq o məsələyə. Süni intellekt və maşın öyrənməsi, machine learning, data science elmləri. Bu orada chatbotlar, üst tanıma sistemləri və s. Süni intellektin yaradılması təbii ki Python olacaq. Avtomatlaşdırma, təkrar işləri avtomatik etmək. Orada funksiyalar yazırıq. Deyirik ki, bu funksiya olanda filan hərəkət baş versin. Funksiya proqramlaşdırmada funksiyadır. Real həyatda məsəl üçün tutaq ki, sənə deyirlər ki, yemək ye. Düzdür? Yemək yeyəndə sən nə edirsən? Oturursan stolda, əlini yuyursan, oturursan stolda, oturursan yeməyi gəlir qabağa yeyirsən, düzdür? Biz də Pythonda belə və ya da proqramlaşma hansısa bir proqramlaşma dilində deyirik ki, məsələn, yemək ye adlı bir funksiya olsun. O yemək yeyən adı çəkiləndə kimsə getsin otursun orada, əlini üzünü yusun, otursun, başlasın yemək yeməyə. Bunu biz kodda da edirik. Real həyatdan eyni şeydir. Heç bir fərqi yoxdur. Oyun və tətbiq hazırlanması Python təbii ki oyunlarda da istifadə olunur, amma çox belə güclü qrafik oyunlarda yox. Süni intellekt mexaniki yazılan kodları üstələyə bilər. Süni intellektlə bir yerdə insan yazıbsa o üstələyər. Amma tək süni intellekt xeyr. Neçə ay davam edəcək tələbatdan asılıdır, gedişatdan asılıdır. Mən onu demişəm. Python niyə bu qədər məşhurdur? Niyə dünya Python deyir? Əsas səbəbi oxumaq və yazmaq asandır, ən başa düşüləndir. Yeni başlayanlar üçün idealdır. Yəni sən əgər birbaşa çətin proqramlaşma dilinə başlayıbsansa, onu başa düşə bilməyəcəksən və motivasiyalan düşəcəksən. Yəni çətin proqramlaşma. Amma Python o qədər rahatdır ki, öyrənmək. Yəni motivasiya baxımından çox yaxşıdır yeni başlayanlar üçün. Kod strukturu sadədir, rahat kodlar işləyirsən. Qısa kodla böyük işlər görmək olur. Yəni bir işi görmək üçün məsələn 1000 sətr kod tutaq ki yazmalısan Java-da, tutaq ki atıram. Python-da yazırsan 150 sətr. Yenə atıram, amma bax dəqiq demirəm. Daha az kodla daha böyük iş görürsən Python-da və daha başa düşülən. Sonra iş bazarında tələbat yüksəkdir, dünyada daha yüksəkdir. Bizdə də data analitikada, data science təbii ki yenə yüksəkdir. Bax, məsələn, yenə hardan başladı? Print salam dünya. Bu sətir bir dənə asan bir şeydir. Print mötərizədə 2 dənə dırnaq salam dünya. Burada bir çətin bir şey görürsünüz. Yoxdur ki çətin bir şey. Salam dünya yazır, düzdür? Amma siz bunu başqa proqramlaşma dilində salam dünya yazdırmaq istəsəniz, bundan 2 qat çətin olacaq. Burada çox sadədir. Bir dənə print yazırsınız. Bu gələcək dərslərin mövzusudur bu arada. Sadəcə ekrana salam dünya yazdırmaq üçün baxın indi mən nə yazıram. Qardaş siz ekran açmısınız? Mən ekranda görə bilmirəm. Ekran paylaşmışam. Siz orada klikləsəniz bura görəcəksiniz. Burada elə bir sizin adınız gəlir, belə onu görürəm də elə bil bu əsas şeyə girə bilmirəm, necə deyim. Bu soldakı ekran var. Soldakı ekran həm mənim ekranım var, həm də soldakı ekran. Soldakı ekranı klikləsəniz orada ekran paylaşımı gedir hal-hazırda. Ekran paylaşımı. Yəni yoxlayın siz. Mənim ekranımı görün. Python-dan tanış oluruq. Saat 10-da demişdim. Mən 300 nəfərə bəlkə söz vermişik orada. Onlar daha doğrusu bizə söz veriblər ki, saat 10-da mütləq yayımdayıq. Gəlməyiblərsə mən nə edə bilərəm ki? Soldakı ekran deyəndə məndə sağda görsənir. Həm öz adım, həm də ki, burada prosta klikləyirəm, açılmır. Ancaq sizin adınız belə gəlir, Hüseyn Ağayev. Mən hazırda stop sharing, daşı yaxşı edirəm. Bir də paylaşım yaxşı. Hazırda paylaşmışdım bu arada. Bir dənə də paylaşım. Bax, bir də yoxlayaq. Rekorda düşüb bu arada. İndi bu gün bu problemi həll edək. Onsuz da gördüm. Ekran paylaşımı bu belə bir şey yazır. Şəkil açıqdır. Belə bir şey yazır. Yox, indi gəldi. Çox sağ olun. Salam. İndi görünür.
Bəli, bəli görünür. Hə. Bu cür sadə kodla indi mən bax bunu başqa proqramlaşma dilində yazsam biraz çətindir. Bunun 2 qat çətin versiyası. Bunu öyrənməyə nə var ki, deyirsən ki, salam dünya yazmaq üçün print yazırsan, mötərizə açıb bağlayırsan, dırnaqda salam dünya, çünki tekst axı dırnaqda yazırsan. Görürsən? Bunu başqa proqramlaşma dilində 2 qat bundan çətin olacaq. Bu qədər sadə olmayacaq. Bunu siz artıq məsəl üçün 1 dəqiqə öyrəndiniz. 1 dəqiqə artıq nəsə siz öyrəndiniz Python-da. İndi mən nəyi açmaq istəyirəm? Baxın, biz nədən istifadə edəcəyik? Elə bunu göstərmək üçün 2 versiya var bizdə. VS Code. Bunu yükləmək lazımdır və Python-a quraşdırmaq lazımdır. Bir də Google-da bax sizə bunu deyirəm, sizin üçün çox faydalıdır. Bax sıfırdan açsam bax deyək. Bura yazırsınız. Bax C götürün. Screenshot götürün. Nə götürürsünüz götürün. Ya dəftərə qeyd edin. Heç. Bax V3 School Python. Vurduq bura Enter-i vurduq. Düzdür. Belə bir sayt gəldi. İndi belə eləyim ki, görəsiniz. V3 School Python tutorial. Vurduq. Sol tərəfdə gəldi Python. Bax bundan istifadə edəcəyik kurs müddətində. Buradan çünki sintaksi, qayda qanunlar burada yaxşıdır. İndi deyə bilərsiniz ki, mən bunu başa düşmürəm də. Tutaq ki, mən deyirəm ki, bax start learning Python, yəni öyrənməyə başla deyirsiniz Python-u. Düzdür? Python nədir? İndi ingilis dilin zəifdir, başa düşdüm. Problem yoxdur. Burada görürsüz, bax sağda yuxarıda 3 nöqtə var. Vurdunuz, translate. Burada Azərbaycan dilini seçdiniz. Baxın, belə bir Azərbaycanlar düzəldib dərsləri. Bu sırf dünyanın təsdiqlədiyi dərslərdir. Bu mənlə yanaşı bununla da məşğul olacaqsınız ki, sizə həm də praktika verir, bu da öyrənir. Yəni məndən də öyrənir, bundan da öyrənir. Əslində kamera nəyə görə dumanlıdır? Yəqin ev istisi ola bilsin, ona görə bir saniyə. Mən onsuz da bir gün ya da 2 gün sonra mən ilk dəfə canlı yayım açdığımıza görə Live Studio qəbul eləmədi. Dedi, ekranı paylaşa bilməzsən, canlı yayım aç sonra. Yəni bu səhifə bizim səhifəmiz yeni səhifədir də ona görə. Mən kompüterlə açanda yəni siz çox rahat görəcəksiniz, çox təmiz görəcəksiniz. Yəni 1-2 gün ümidvaram hər kəs məni başa düşər. Ondan sonra hər şey qaydasına düşəcək. Burada baxdı, Python nədir, falan oxudu, niyə Python falan. Artıq birinci kod nədir? Print hello world, salam dünya. Özünüzə slayın vururuq. İndi bunu çəkirəm bu tərəfə. Bax bura. Düzdür. Dərslər dedim dərs çox mən hər dəfə deyirəm, bilmirəm başqa adamlardır falan. Yəni dərslərin hər iki aylıq ödənişi 19 manat. İndi gələcəkdə nə olacaq? Gələcəyi Allah bilir də biz bilmirik. Ola bilər kompüterdə, telefon kompüter çəkir şüa dəyər. Yəni bizim dərs materiallarımızı görmək üçün videoların təkrarıdır. Filandır bunlar hamısı Zoom vasitəsilə. Yəni Zoom-a qoşulmaz. Aylıq ödəniş 19 manat. Oradan bizim mesajda yaza bilərsiniz, WhatsApp-a da yaza bilərsiniz. Orada artıq dərs video təkrarlarıdır, tapşırıqlardır, tapşırıqların yoxlanmasıdır, materiallar da hamısı ora göndəriləcək. Baxın, indi mən burada biz bundan istifadə edirik. Bu nədir? Gələcəm ora. VS School-un bizə Python kodları yazmağımız üçün verdiyi bir köməkçi vasitədir. Amma bu tam ideal şəkildə işləmir. Bunun da problemləri var. Ona görə biz sırf təkcə bundan işlətməyəcəyik. Həm də gəlib VS Code-dan işlədəcəyik. Burada hətta daha yaxşı deyir. Baxın, indi mən belə bir şey eləmək istəyirəm. Burada baxın, biz sizə bir nümunə kod göstərirəm. Burada kodu işlədir. Baxaq görə hər şey qaydasındadır. Təbii ki, indi bunu başa düşməyə bilərsiniz. Burada nə edirəm? Python və bu failin adını yazıram. Elə belə məlumat verirəm. Yəni başa düşün. Enter-i vururam. Buradan ki, çıxıcıya adınızı yazın. Deyirəm ki, məsəl üçün adımı yazıram. Yazdım. Enter-i vurdum. Baxın nə çıxdı. Avtomatik mənim adıma salam verdi. Və yaxud da başqa şey də deyə bilərdim. Nə istəsən yaza bilərsən. İndi bax bu kodun eynisini kopyalayıram. Ctrl-Z. Gəlirəm bura. Hardaydıq? Baxaq. VS School, düzdür. Burada print hello world çıxıb da nəticə. Məsələn, mən gəlib bura başqa bir şey də yazsam, tutaq ki, dırnağın arasına yazıram salam, düzdür. Gəlirəm burada run edirəm. VS School
Zəhmət olmasa dərsləri qaçsın. Yəni saat 10-a qalmış 5 dəqiqə burada olun ki, siz qaçırdanda artıq biz həmişə geri qayıtmalıyıq. Saat 10 tamamdan 11 tamama qədər hər gün burada olun. Çünki ardıcıldır. Hamısı bir-birindən əlaqəlidir. Ödənişi mən sizə dedim, aylıq ödəniş 19 manat. Şəxsi yazılımla bağlı. Amma dərsdən sonra da artıq gecikdir. Bu dərsi ancaq qulaq asın. Qaçırtmayın. Hər bir hissə önəmlidir. Print salam dünya gəldim, run elədim. Salam Hüseyn. Çıxartdım bunu buradan nəticə. Meetdən qoşulan qardaş adınız necə idi? Siz görürsünüz də ekran. Mən qardaş. Bəli, bəli. Elvin dedim. Bəli, görürəm. Görürsünüz də bax çıxartdı salam Hüseyni. Biz burada VS kodda qəşəng şey işlədik. Məsələn, adımı soruşdu, adımı yazdım, mənə adımı salam verdi. Eyni bu kodlar, bu iki sətr kodun nəticəsində oldu da. Razısan? İndi bu həmin kodu atıram bura. Eyni şeyi atıram bura. Laf onu biraz böylə ki, orada kimi görsəniz. Eyni şeyi atmışam. Run edək. Run yəni çalışdı. Baxın. Problem yaşandı. Çünki bunun terminal hissəsi yoxdur. Fikir verirsiniz, bunda iki hissə var. Terminal, bir də kod yazdığımız. Amma bunda yoxdur. Yəni bu sadəcə nədir? Terminalla bizdən məlumat almaq hissəsinə baxmır. Ancaq nəyisə ekrana çıxardar. Çox iş görmək olar burada. Split funksiyası, split falan o hələ tələsmir. Səbirli olun. Kurslarla bağlı şəxsi yazın. Hal-hazırda Python dərsləri gedir. Yoldaşlarım, baxın, səbirli olun. Bəli, notepad kimidir. Yəni biz burada ancaq yazırıq, nəticəni görürük. Bu bizdən məlumat istəsin falan. Bu öyrənmək üçün bu sintaksi falan bu yaxşıdır. Amma bu cür bizdən məlumat istəsin, biz yazaq, ona əsasən cavab qaytarsın, bu burada olmayacaq. İndi gəlirəm nəyə? Məsələn, deyirəm ki, yenə elə belə nümunə yazıram. A bərabərdir 5, B bərabərdir. Bildiyimiz riyaziyyat kimidir. Məsələn, tutaq ki, deyirəm ki, məsələn, print, nəyə print edirəm? A vuraq B. Mən sizə deyəndə ki, Python-u öyrənmək üçün, başlamaq üçün vurma, bölmə bizdən bəhs edir, mənə inanmırsınız. Gördünüz? Bunu elədi. Amma input, bayaqki o çətin biraz prosesi eləyə bilmir. Bu belə. Belədir, mən A ilə B-ni bir-birinə vurdum nəsə. Hətta belə də eləyə bilərsən. Məsələn, deyərsən ki, C bərabərdir. İndi bayaqki məsələni vuracağam. Tutaq ki, deyirəm A vuraq B. Yəni C nəyə bərabərdir? A vuraq B-yə bərabərdir. Deyirəm ki, mənə print elə, ekranda göstər nəyi? C-ni. Vururam belə. Dərslərdə keçilir mənim. Data analitikada keçilir və Python olur. İndi bax, yenə eyni nəticə aldıq. Deyirik ki, C bərabərdir A vuraq B. A-da 5-dir, B-də 10-dur. Yəni C nəyə bərabərdir? A vuraq B-yə bərabər. Bu saat. İndi biz bunu məsələn atıram JavaScript hələ asan dildir. Orada yaratmaq istəsəydik belə yaradardıq. Mən sizə deyəndə Python asandır. Onun bəli. Mən sizə deyəndə siyahı da var, bəli. Mən sizə deyəndə məsələn JavaScript bundan bir az çətindir. Hələ o birisi dilləri demirəm, amma bir level çətindir. Keçəcəm, bəli. Məsələn, orada biz bu kodu yaratmaq üçün belirlənməliyik. Var A bərabərdir 5, var B bərabər. Görürsünüz ki, artıq biraz çətinləşdi. Biraz başa düşmək çətin. Var nədir orada? Amma mən buradan baxanda bilirəm ki, A 5-dir, B 10-dur. Burada qabağına var yazmalısan və yaxud da let yazmalısan. Bu çətindir. Ona görə Python öyrəndə həvəslə öyrən ki, bu çox asandır. Bunu öyrənmək sudur. Yəni heç bir problem yoxdur. Kitabxana keçəcəm, bəli. IT sahəsinin o qədər qolu var ki, mən nə bilim hansına getmək istəyirsiniz, onu bilmirəm. Bu belə. Keçdik yenə PDF-imizə. Buradan belə qoyaq, baxaq. Python öyrənmək çətindirmi? Bax, sistem və praktiki yanaşma, düzgün sistem və praktiki yanaşma, düzgünsə davamlı mərc. Mən sizə deyirəm ki, hər gün canlıya qoşun və ya da Zoom-la qoşun. Necə istəyirsə elə qoşun. Davamlı hər gün baxın, mən nə edirəmsə eləyim. Praktik tapşırıqlar, real nümunələr, yeni başlayanlar üçün uyğun başlanğıc nöqtəsidir. Python dedi ki, daha asan dildir.
ekranı bəyənəcəksiniz. Python nədir? Sadə, güclü, gələcək yönümlü proqramlaşma dilidir. Bu dili öyrənməklə siz problem həll etmə bacarığı qazanacaqsınız. Analitik düşüncə inkişaf etdirəcəksiniz. IT sahəsinə giriş edəcəksiniz. Artıq IT nədir biləcəksiniz. IT anlayışı sizdə formalaşacaq. Bu sadəcə başlanğıc. Suallar, cavablar. Bax, belə bir maraqlı hissə düzəltmişik. Python interpretasiya olunan dildirmi? Bu nə deməkdir? Cavabı bəlidir. Bax, biz gələk yenə Pythona qayıdaq. Deməli, dillər iki yerə bölünür. İnterpretasiya olunan dillər, olunmayan dillər. Python olunandır. Bu nə deməkdir? Biz bayaq burada yazdıq ki, A 5-dir, B 10-dur, C də A vurulsun B-dir. Yəni 5-i 10-a vurmaqdır. Düzdür? Python nə edir? Bir-bir gəlir, bax sıra ilə oxuyur. Bir A 5 imiş, başlayır icra eləməyə. B 10 imiş. Hətta məsələn burada deyək ki, bax belə bir şey edirəm. Bir dənə də yazıram. Print touch A üstə gələk B. A ilə B-ni topla. Bax, indi biz burada görəcəyik onsuz nəticəni. Bir dəfə A ilə B-ni toplamışam, bir dəfə də A ilə B-ni vurmuşam. Bax, fikir verin, birinci 15 çıxdı. Niyə görə? Çünki A ilə B-ni gəldi, bir-bir oxudu. A 5 imiş, B 10 imiş. Ekranda çap eləməliyəm bunları cəminə. Çıxartdı bunu. Sonra keçir bunlara baxmağa. C də nə imiş? A ilə B-ni bir-birinə vurmağa. Deməli, C 50 imiş. Fikir verirsinizsə, belə. Azaldaq, yaxşı. Fikir verirsinizsə, sətir-sətir oxudu. Deməli, interpretasiya olunan dildir. İndi buna real hadisə ilə bağlı, bax, bunu necə aydınlaşdırmaq olar? Tərcüməçidən buna çox gözəl misal gətirmək olar. Tərcüməçi iki tip tərcüməçi ola bilər. Bir tərcüməçi var, tutaq ki, ingilis də bir kitabı götürür, onu tam tərcümə edir türk dilinə və ya da Azərbaycan dilinə tərcümə edir, sonra verir sənə. Sən artıq onu oxuyanda sən ingilis dilində orada heç nə görmürsən. Birbaşa baxırsan ki, hər şey tərcümə olunub Azərbaycan dilinə. Düzdür? Razısınızmı? Ekran görünmür. Necə görünmür? Görsələr. Bəli. Onda gedirsiniz səsə. Deməli, kimlər başqa kursların adam göndərdiyi adamlar, nə bilim, nəsə paxıl adamlar gəlib şərhdə mənfi yaza bilərlər. Bilirəm ki, o nəsə başqa kursun adamıdır. Nəsə belə bir şeydir. Yəni normal insan elə şey yazmaz. Bu belə. Məsələ nədir burada? Kitab dedik ki, kitab tam tərcümə olundu Azərbaycan dilinə. Artıq Azərbaycan dilində baxırsan, sən kitabı götürsən, orada ingiliscə söz görmürsən. Bir də var, bu interpretasiya olunmur da, yəni hamısı tərcümə olunub. Sətir-sətir o tərcümə olunan kodun hansıdır? Məsələn, hansısa bir futbolçu danışır və yaxud da nəsə bir turist danışır, yanında da tərcüməçisi var. Yekunlaşacaq, bəli. Tərcüməçi nə edir? O sözbəsöz danışdı, məsələn 2 cümlə, onu tərcümə edir, sonra o təzədən danışır, təzədən tərcümə edir. Hamısını bir dəfə eləmir ki, sətir-sətir deyək də buna. Yəni indi Python sətir-sətir tərcümə olunan dildir. Bu belə. Sonra gəldik, yazırsan, bunun çıxdı və sürətli olur. Bax, fikir verirsiniz, yəni hamısını tərcümə edib işə salmır. Yəni yazdığın kod birbaşa işləyir. Yəni sətir-sətir işləyir. Öyrənsin, rahatdır. Python compiler dillərdən nə ilə fərqlənir? Fikir verirsiniz, C, C++ dilləri nə olur? Kompüterlə yayınlatmazsan bu problem düzəlməyəcək. C++ əvvəl tam maşın dilinə çevrilir. Yazdığım 1000 sətir deyil. Hamısı çevrilir, sonra işə düşür. Sonra başlayır kompüter əmr eləməyə. Amma biz Python-da yazanda bir başlayır eləməyə. Yaza-yaza işləyir. Amma bu dillərdə xeyr. O, sən 1000 sətiri qutarmalısan, işə salmalısan, sonra hamısı birdən işləməlidir. Bu belə. Python-da isə kod yazılır, icra zamanı oxuyur və nəticə dərhal çıxır. Sadə misal dedik. Compiler dil, məsələn, kitabı tam tərcümə edirsən, sonra oxuyursan, cümləni oxuya-oxuya tərcümə edirsən, Python dedik ki, budur. Python yazmaq daha rahatdır. Bax, Python yazmaq daha rahatdır, amma bəzi dillərdə compiler dillər daha sürətli olur. Bu nədir? Compiler deyil, o dediyi kitabı tam tərcümə edib sonra oxuyan. Təbii ki, siz
cümlə oxuyub sonra tərcümə etsəz, bu biraz sürəti zəiflədər. Amma tam tərcümə elədiniz rahatlıqla. Sonra oxuyanda sürətli oxuyursunuz da, düzdür? Artıq hamısı tərcümə olunur. Dayanmağa ehtiyac yoxdur. Bu compiled dillərdə ona görə daha sürətli oxunur kodlar. Ona görə belə bir sual çıxır. Python sürət baxımından zəifdirmi sualı. Bəzi dillərlə müqayisədə bəli, yavaşdır. Məsələn, C++. Amma praktikada, veb saytı, avtomatlaşdırma və data analitikada sürəti kifayət qədər yaxşıdır deyə o mənfisi hiss olunmur. Yəni sürətin az olmağı, sən onu görə bilmirsən, hiss eləmirsən. Yəni mənfi kimi qəbul olunmur. Python sürətini artırmaq üçün C ilə yazılmış C proqramlaşma dilində kitabxana istifadəsən və optimizasiya üsulları, bunları gələcək dərslərin mövzularıdır. Yəni real həyatda çox nadir hallarda, yəni sürəti ilə bağlı elə də problem görməzsiniz. Pythonda Object Oriented Programming nə deməkdir? Bu yenə gələcək dərslərin mövzusudur. Bax, bu 4-dən o tərəflərini saxlayıram və gəlirəm aşağı. Gələk hansı hissəyə? Python kodlarını işə salma üsulları. Biz dedik əsas məsələn Python necə yükləyək, harda istifadə edək? Terminal. Bu təbii ki, daha peşəkar, daha məsələn illərdir Python istifadə edənlər bundan istifadə edir. Bunu necə etmək lazımdır? Gəlirsiniz start menüsünə, terminal. Bu əslində bu gələn dərsin mövzusudur. Sadəcə indi tanış olun. Terminalda açırıq həmin faylı, CD ilə keçirik. Terminal dilini öyrənmək lazımdır. Burada bunun üçün. Yəni yeni başlayanlar üçün bax. Yeni başlayanlar üçün burada yazıb. Yeni başlayanlar üçün bu məsləhət deyil. Çünki biraz çətindir. Səni həvəsdən sala bilər. İkinci Python redaktorları. Bu ən məsləhətlisi budur. Çünki həm tam şəkildə işləyir. VS Code, deməli bax bu. Biz bundan işlətdik. Həm rahat işləyir, həm də yüklənməyə, quraşdırılması asandır. Və açmaq da asandır. Yəni ona görə niyə bir dəqiqə canlıyam dondu niyə? Yəni fazla gəlib onu doldurum sizə. VS Code daha asandır. Eval kod niyə görə? Çünki sənin kodlara görə belə. Kurs 28-də Java Plaza deyilmiş. VS Code biz dedik ki Visual Studio Code. Burada yazırıq. Terminalda nəticəni görürük. Hətta terminalda da işləyə bilirik. Çox rahatdır. İki dənə şey quraşdırırsan. Visual Studio Code və GitHub-la işləyirik. O ayrı məsələdir. Amma Python işlətmək üçün Visual Studio Code və bura Python yüklənməlidir. Gələn dərs ona baxacağıq. Digər ən populyarı Visual Studio Code'dur, redaktor olaraq. Gəldik online Python compiler. Orada biz yəni counter Python qurmadan işlətmək, yəni online vasitəsilə biz bundan məşğul oluruq. Bax, errorlar ala bilərik, görürsünüz. Yenə bu məsləhət deyil, sadəcə yenə məlumatınız olsun. Jupyter Notebook kimi vasitəmiz də var, 4-cü. Bu hansı üçün yaxşıdır? Data analitika, bir də machine learning, vizualizasiya kimi üsullardan istifadə eləməliyik. Əgər Jupyter Notebook istifadə edəcəksə, gəldik burada baxın. Terminalla sadə sürətlidir. Terminal birinci variant, mən sizə dedim. Yeni başlayanlar üçün qarışıqdır. Yəni terminalı aç, ora kod yaz, Python çıxsın falan. Monster mən kod yazmağı Pythonda öyrənəm. Və də Pythonu açmaq üçün də kod yazmağı öyrənsəm, motivasiyadan düşərəm də, düzdür? Və VS Code, kod yazmaq, debug etmək asan. Bəzilərində ağırdır, bəzi IDE-lərdə ağırdır, amma belə deyim də sizə, öyrənmə ərəfəsində idealdır. Aydındır. Digərlərinə artıq biz baxın. Biz nəyə baxırıq? Deməli, iki üsuldan istifadə edəcəyik. Həm burada online'da V3 School, burada Python. Yəni bunu da tam istifadə edəməkdə sintaks öyrənmək üçün dedik də buna. Bax, açırıq buranın sintaks. Oxuyuruq burada, məlumatlar var. Təbii ki, mən sizə ancaq nəzəriyyə atmayacağam da, mən sizə dərs keçsəm tapşırıq atacağam. Nəzəriyyəni ancaq bax buradan, bu çünki dünyanın təsdiqlədiyi nəzəriyyədir. Bundan yaxşı nəzəriyyəni heç kim yaza bilməz. Biz bunu translate elədik, tərcümə edib və buradan baxdıq. Sol tərəfdə görürsünüz Pythonu başlayan sintaksi
Amma hər dəfə bir səhifəyə keçəndə o sağdakı, yuxarıdakı 3 nöqtə translate eləməlisiniz ki, tərcümə olunsun. Yəni, bax bunu eləməsəz, bura Azərbaycan dilini əlavə eləmək lazım. İngiliscə sizə çətin olacaq. Aydındır belə. Hə. Sonra bizdə nə qaldı burada? Belə. Biz hansından istifadə edəcəyik deməli, Elvin bəy? VS koddan Bəli, bəli. bunu yükləyim sabah üçün, yoxsa sabah yükləyəcəyik? Sabah biz ona baxacağıq ki, necə yükləmək lazımdır, hardan yüklənməlidir, necə quraşdıraq. Aydın. Hə. Mən sizə sabaha tapşırıq VS School-da burada qeydiyyatdan keçirsiniz. Google-dan falan da Gmail. Burada gəlirsiniz, intro deyirsiniz, burada başlayırsınız nədir və bir-bir buradan keçirsiniz mərhələləri. Bu try it yourself-lə neyinirsiniz? Buradan bunu çək edə bilərsiniz belə. Burada başlayırsınız, kod yazırsınız. Təbii ki, bir kod orada sizə indi giriş öyrədəcəksə, deyəcək A bərabərdir falan belə. Nə qədər məşğul olsanız, o sizin başınızın ucalığıdır ki, sabahki dərsə hazır olarsınız. Yəni, biraz məni qavralamış olarsınız. Bax, ümumi olaraq belə. Mən sizə o tərəfdən motivasiya verə bilərəm ki, həm sizə, həm yanındakılara artıq 5 dəqiqəmiz qalıb. O tərəfdən motivasiya verə bilərəm ki, Python öyrənmək üçün, yəni proqramlaşdırma, IT sahəsinə giriş etmək üçün çox super proqramdır, çox ideal proqramdır və hər kəsə məsləhət görürəm ki, sən həm də çox yönümlüdür. Sən Python artıq bir baza varsın səndə Pythonda. Sən istəyirsən data analitika sahəsinə istifadə elə, istəyirsən data science-ə istifadə elə, machine learning, o tərəfdə gedə bilərsən. İstəyirsən backend tərəfə gedə bilərsən. Artıq sənin əlində güclü bir silahın var. Hara istəyirsən istifadə elə. Düzdür? Ona görə yəni Python hələ də qalxa gedir. Hələ də tələbat artır. Hələ də brenddir, trenddir, nə istəyirsiniz deyin. Python proqramlaşma dili. Belə. Mən məsləhət görərdim ki, biz WhatsApp qrupumuza kim ciddi yanaşırsa, bax 40 nəfər var. WhatsApp qrupu, Zoom məsələsinə biraz ciddi yanaşaq. Yəni mənim dediyim məbləğ ödənişsiz ola bilər. TikTokda baxırsınız, amma TikTokda baxanların əlavə mən belə deyim ki, bazası olanlar baxsa daha yaxşı olar. Çünki mən burada tapşırıq verəndə tutaq ki, o bazası olmayan adam tapşırıq işləyə bilmirsə, o problem olacaq ona. Aydındır. Yəni çətinlik olacaq da belə deyim sıfırdan başlayanlara. Daha ciddi yanaşanlar mən sizə deyim ki, yəni güclü ödəniş qoymamışam. Başa düşürəm, deyə bilərsiniz ki, məsələn, ödənişsiz demişdiniz, indi deyirsiniz ödəniş. Amma elə deyil də Zoom-un qoşulan adam sayına görə orada ödəniş var. Yəni burada biz qazanmaq üçün yox, onsuz da adam qoşulduqca raskod da artır. Bax belə deyim, başa düşəsiniz. Ona görə biz o ödənişi qoymuşuq ki, yəni minimal ödənişlə siz gedin bu gün kurslara maraqlanın. Görün Python proqramlaşma dilini sizə neçə aya və hansı qiymətə öyrədəcəklər və neçə nəfərlik qrupla. Onu bir dənə maraqlanın, sonra mənə bir də yazarsınız. Minimal bir ödəniş qoymuşuq. Özünüz də bilirsiniz. Yəni maraqlananlar bilir. Yəni sıfırdan Python nədən başlayırıq? İndi bunun sabah quraşdırılması, vaxtımız qalsa kod yazmaq. Biz başlayacağıq orada dəyişənlər nədir, data tiplər nədir? Yəni belə gələcəyik. Hər gün nəsə. Yəni siz ciddi yanaşsaz, qoşulan çox olsa, mən daha motivasiyalı, daha maraqlı şeylər gətirəcəm. Daha çox praktika əlavə edəcəm. Amma görsəm ki, 3 nəfər, 5 nəfərdir, mən də həvəsdən düşəcəm. Yəni mən istəyirəm ki, maraq görüm orada. Python 2026-nın brend proqramlaşma dillərindən biridir. Niyə görə buna maraqlı olmasınız da bu cür fürsət. Gedib məsələn hansısa kursa 400 manat, 500 manat versəydiniz aylıq, elə qəşəngdə hazırlaşacaqdınız ki. Əslində bu fürsətdə həqiqətən çox yaxşı. Mən azdan çoxdan maraqlanmışam. Yəni bu qiymətə Məncə olur Python kursları. Bax 38 nəfər var yəni. Yəni minimum 200-dən 300 olur başlayar. Yəni təxmini deyirəm. Hələ bəlkə də çox olar. Bəli. 200 olanlar hələ tanınmış kurslar deyil. Bəli. Ya əslində çox qəşəng fürsətdir. Yəni bizim üçün də sizə də bunun üçün təşəkkürümü bildirirəm. Yəni həqiqətən yaxşı bir şeydir. Çox sağ olun. Təşəkkürlər. Bəs ilk dərslə bağlı necə idi ilk dərs? Bir anlaşıq oldu, məsələn başa düşdünüz və ya biri gəlib yazır ki, heç nə öyrətmədi bizə, heç nə başa düşmədik. Mən Google Meet-dən qoşulan qardaşdan da soruşmaq istəyirəm ki, görüm həqiqətən heç nə öyrənmədi. Bu gün bir saatınız boşa getdi, yoxsa necə?
Yo, ilkin anlayış olaraq yaxşı idi. Yəni azdan çoxdan anlayışımız oldu. Hello World nədir? Məsələn, sintaksi məsəl üçün A bərabərdir 5, B bərabərdir nə bilim 4. Orada indi vurması da olar, yəqin bölməsi də, yəni qısa sintaksis şeylərini öyrəndi ən azından. Bəli, bəli. Yəni bunun anlayışımız oldu. Təşəkkürlər görmüşəm. Bəli, bəli. Amma gələcək dərslərdə indi praktikada daha yaxşı biləcəyik. Amma belə ilkin dərs üçün yaxşı idi. Bəli. Biz onsuz da ilkin dərs nəzəriyyə tanışlıq olmalıdır ki, sən biləsən ki, bu kodu mən niyə yazıram. Bu kodu yazanda sən həvəsdən düşəcəksən ki, bu nə çətin koddur. Sən o birisi proqramlaşma dilində həmin kodu orada yazacaqsan, baxacaqsan ki, deyirsən, yəni Python əla imiş, nemət imiş əslində. O tərəfdən sənin motivasiya olacaq. Yəni bunlar hamısı üstünlükdür. Çox sağ olun. Bəli. Yorumda çox gözəl sözlər yazdılar. Təşəkkürlər. Bayaq biri qanım qaraltdı. Düzdür, mən hər yazan fikir vermirəm. Deyirəm də 100% hansısa kurs bu dəqiqə bizi izləyirlər. Elə bir müəllimdən transfer eləmişik ki, səhifəyə girin baxın, elə bir müəllim paylaşmışıq. Yəni kiber təhlükəsizliyi üzrə adam dünyada sözünü demiş adamdır. Amerika ilə falan işləyir. Yəni o kurslar bundan xəbəri olub tutduqca təxribat eləyəcəklər, paxıllıq eləyəcəklər. Fake hesabıdır, bilirəm də fake hesab. Normal adam gəlib burada öyrənən adam elə deməz. O başqa məqsədlə gəlib ki, elə deyir. Onları başa düşürəm. Yəni məsləhət edirəm ki, bu kiçik məbləğlə, yəni günümüzdə gəlin real danışaq ki, 19 manat pul deyil. Yəni deyil. Məsələn desəydim 100 manat, 300 manat, 500 manat təbii ki, var. Yəni boğazdan kəsməzsən, amma bu pul elə belə bir puldur. Yəni bu proqramlaşma dili üçün gələcəkdə bəlkə siz burada məndən öyrənib gedib iş tapacaqsınız. İnşallah ki, mənim də istədiyim odur. Nə bilim ayda 3000, 5000 qazanacaqsınız. Onu bilmək olmaz. Özünüzü təkmilləşdirərsiniz, biraz təcrübə qazanarsınız, gedib qazanırsınız. Yəni bu ödəniş nədir ki, siz ona gücünüz çatmır. Sadəcə mən özüm şəxsən mənim vaxtım olub ki 2015-ci illərdə mən 500 manat qazandı, 250 manat proqramlaşma kursuna vermiş adamam. 250 manatda mənim yola yeməyə pulum gedir. Yəni mən bunu eləmişəmsə, deməli siz də eləyə bilərsiniz. Sizdən 250 manat tələb eləmirik bu gün. YouTube-a bəlkə izahlar yüklətdim, amma belə tam dərs yoxdur. Bir söz soruşmaq istəyirdim. Məsələn deyəndə ki, mən SQL üzrə kursa gedib bitirmişəm. Özüm mühafizə işləyirəm hal-hazırda. Yəni 2-3 ayda kursu qurtarmışam. Yəni belə pis tutmasın. Yəni hara CV atıram, heç çağıran yoxdur ki, ən azından müsahibədə kəsilim də. Yəni belə köməklik zat barəsində əlinizdən gələn bir şey deyə bilərsiniz. Çünki məndə sfera indiyənə kimi mühafizə ilə bu fərqli şeylər sahələrdə işləmişəm deyə. Birdən-birə IT sahəsinə keçmək üçün özünüz də bazarı azdan çoxdan bilirsiniz ki, bu adətən biləni də təcrübəsi 2 il, 3 il, 5 il elə bil işləyənə önəm verirlər ki, çağırmaq üçün də işə götürmək üçün. Yox, mən elə deməzdim. Mən sizin sözü belə aydınlıq gətirim. 3 il, 5 il işləyən adam 1000-dən aşağı maaşa deyə durmur yəni. O da deyir ki, mənə 1500 ver, 2000 ver. Yəni 5 il işləyən data analitik gedər biraz da ingilisini təkmilləşdirər, gedər 2000 dollara işləyər. 2500 dollara hansısa xarici bir şirkətlə işləyər. Niyə getsin 800 manata, 1000 manata işləsin? Yəni bu IT sahələrinin bir üstünlüyü budur ki, sən zəif bilirsənsə, zəif maaşına işlərə düzəlmə şansın var. Gedib senior falan, middle yox, juniorlara müraciət edə bilərsən. Eləyirəm də, amma burada nə olmalıdır? CV-in cəzbedici olmalıdır. Elə belə yola verilmiş bir CV olmamalıdır və portfolio əlavə eləməlisən. Yəni SQL üzrə sən nə işlər görübsən, nə analiz edibsən, yaxşı işlər bilirsən, başa düşdük. Sən SQL üzrə hansı bacarıqların var, nə nəticə göstərə bilərsən? Bizə hansı işi göstərə bilərsən? Məsələn, mənim şirkətim olsa, mən deyirəm ki, mənə yaxşı gəlibsən, SQL developersən, yoxsa data analitik. Tutaq ki, data analitiksən. Hansı bir datanı analiz edibsən, vizuallaşdırıbsan? Harada mən baxım ona? Və CV-yə də baxıram. Sənin CV-ndə yoxdur bu. Başqası CV-yə də baxır, portfolio linki qoyub ora, GitHub. Girirəm, baxıram ki, bu adam bütün hər şeyi üzrə analizlər aparıb da, neçənci ildə nə maşın satılıb. Hamısını analizini aparıb, vizuallaşdırıb. Mən səni çağıraram və yaxud da mənim yerimdə sənsən. Özünü çağırırsan, yoxsa başqasını? Orası heç mənim kitabı açığı elə də bilmirəm, amma bilirəm portfolio üçün. Amma istifadə eləməmişəm deyə, heç ondan başım da çıxmır. Yəni o barədə düz deyirsiniz bəli. Biz indi inşallah bu gələcək dərslərimizə biraz normal layihə yığmağa başlayaq. Biraz maraqlı kodlar yazaq. GitHub-ı da öyrənək.
Məsələn, o da lazımlı bir şeydir. Dövrün təbii. Yəni insanlar sertifikat soruşur. Bizim millət o baxımdan çox geri qalıb. Elə bilər ki, elə hələ də sertifikata görə şey götürürlər. Amma səndən sertifikat soruşmurlar ayet sayəsində. Səndən portfolio soruşurlar. Ona görə sən GitHub-ı öyrənməyə çalış. Sən kursa yazılan GitHub-ı soruş. Deyən GitHub-da mənə nə verəcəksən? Mənim GitHub-ımda nələr olacaq kursun axırında? Nə iş olacaq? Sən bunu sor. Sertifikat verilir. Hə, onlar da kurslar da deyir ki, hə, sertifikat veririk. Heç bir real layihə vermir sənə. Heç bir GitHub-dan heç bir layihən olmur. Səni göndər, sən də gəlsən, mənim CV-mə cavab gəlmir. CV-mdə yazmışam ki, data analitik üzrə sertifikat var. Sertifikatı verən onlara nə maraqlıdır, yəni hansısa bir iş yerinə nə maraqlıdır ki, filan yerdən sertifikat alıb. Bu canavar. Beynəlxalq sertifikat alsa nə oxuyur, razıyam sənə. Amma yenə də beynəlxalq sertifikat alan adama da deyirlər ki, məsələn, indi sənə sual vermirlər, o öz içlərində danışırlar. Deyirlər, bunu tək beynəlxalq sertifikat alıb ki, bunun bir portfolyosu yoxdur ki, baxaq bu nə bacarır. Aydındır. Yəni bu məsələlər var. Ona görə mütləq şəkildə bu dəqiqə portfolyo rəsmi sertifikatdan da, beynəlxalq sertifikatdan da önəmlidir. Bunu deyim biləsiz. Çünki iş aparmaq önəmlidir. Və ya o sertifikat önəmlidir. O baxacaq ki, məsələn, bizdə falan işlər görülür, düzdür? Məsələn, falan datalar vizuallaşdırılır. Hə, yaxşı. Mənə təcili bir dənə adam lazımdır ki, bu işləri görsün. Mənə də 50 dənə CV gəlib. Baxıram ki, hə, yazır ki, sertifikatım var. Baxıram ki, filan kəs, mənim iminli mənə lazım olan işləri hansısa görüb özü üçün nəyisə filan şirkətin işini görüb və ya özü üçün nəsə yaradıb, bu portfolyosu. Deməli, o adam bu dəqiqə gəlib bizim işimizi görə biləcək. Götürdü onu. Aldı getdi. Aydın oldu. Yəni belə, portfolyo çox önəmlidir. Birinci yerdə portfolyodur, ikinci yerdə beynəlxalq sertifikatdır, 5-ci, 10-cu yerdə rəsmi sertifikatdır. Rəsmi sertifikat getdi 5-10-a. İndi ondan qabaqda nələrsə var, nə qədər istəsən şey saymaq olar. Birinci portfolyo, ikinci beynəlxalq sertifikat. Sonra bu şeylər gəlir. 100K oldu. Çox sağ olun ekran bəyənməyə görə. Həqiqətən iş canlı yanınızda belə olmağı çox sevindirici haldır. Belə, məncə bu günlük kifayətdir. Çox da özümüzü yormayaq. Sabahımız da hər gün olacağına görə hər gün bir addım belə atsaq, təsəvvür edin ki, bir ay sonra harda olarıq. Yəni düşünməyin ki, nə bilim bu gün az dərs keçirdi falan, elə şey yoxdur. Yəni biz 1 saat boş dayanmamışıq, ancaq danışmışıq. WhatsApp qrupu üçün şəxsi yazın. Nömrə var profildə. Yəni belə. Yekunlaşdıraq.